Hər vaxtınız xeyir. Sizinlə yenə realda təkbətək qalmışıq. Bugün martın 10-u və 16-sı aralığında Azərbaycanda təşkil olunan yarışlar və idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nəticələr barədə danışacaq. Novruz bayramı ərəfəsində atletlərimiz ölkəmizi layiqincə təmsil ediblər. Yel çərşənbəsi həftəsi idmançılarımız üçün məhsuldar alınıb. 23 yaşadək güləşçilərimiz Avropa çempionatında uğurla çıxış ediblər. Pəhləvanlarımız Albaniyanın Tirana şəhərində 16 medal qazanıblar. Mükafatlardan 9-u sərbəst, 3-ü qadın, 4-ü Yunan-Roma güləşçilərimizin payına düşüb. Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında əvvəlcə sərbəst güləşçilərimiz mübarizə qoşulublar. Böyük məşqçi Cəbrail Həsənov, məşqçilər Taymuraz Kokoyevlə, Şərif Şərifovun rəhbərliyi altında qüvvələrini sınayan seçməmizin üzvləri 1 qızıl, 4 gümüş və 4 bürünc mükafata layiq görülüblər. Bütün rəqiblərini üstələyən Arseni Joyev 86 kiloqram çəki dərəcəsində Avropa çempionu olub. Ceyhun Allahverdiyev 61, Kənan Heybətov 70, Ağanəzər Novruzov 74, Fərid Cabbarov 79 kiloqramda ikinci yerə çıxıb. Rəhman İmanov 61, Murad Haqverdiyev 65, Sadiq Mustafazadə 92, Yusif Dursunov isə 125 kiloqramda fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Bununla da ümumilikdə 9 medal qazanan millimiz komanda hesabında birinci olub. Bundan sonra qadın güləşçilərimiz xalç üzərinə çıxıblar. Baş məşqçi əvəzi Toğrul Əskərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında zəriflərimiz 2 qızıl və 1 bürünc medala layiq görülüblər. Elnurə Məmmədova 53 kiloqram çəki dərəcəsindəki bütün rəqiblərini üstələyərək Tiranada himnimizi səsləndirib. Günay Qurbanova 59 kiloqramda eyni uğuru təkrarlayıb. Əsmər Can Qurtaran isə ağırlığı 50 kiloqrama olan idmançıların mübarizəsini 3-cü pillədə başa vurub. Bununla da qadın güləşçilərimiz U23 Avropa çempionatları tarixində ilk dəfə 2 qızıl medal qazanıblar. Yunan-Roma güləşçilərimiz mübarizəyə baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Elvin Mürsəliyevin rəhbərliyi altında qoşulublar. Klassiklərimizin Albaniyada qazancı 4 medal olub. Onlardan biri qızıl, biri gümüş, ikisi bürüncdür. Ağırlığı 72 kiloqrama olan güləşçilərlə yarışan Ruslan Nurullayev Avropa çempionu olub. Yalnız finalda düzən Ziya Babaşov 63 kiloqram çəki dərəcəsində gümüş mükafat əldə edib. Elmir Əliyev 82, Xasay Həsənli 77 kiloqramda 3-cü yerə çıxıb. Yeniyetmə cüdoçularımız Xorvatiyada etimadı doğruldular. Poreç şəhərində reallaşan Avropa kubokunda ölkəmizi qızlardan ibarət millimizin üzvləri təmsil ediblər. Zəriflərimiz heç də zəif olmadıqlarını göstəriblər. Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku keçirilib. Yarışda mübarizə aparan qızlardan ibarət milli komandamızın üzvləri 3 medal qazanıblar. Ən böyük uğura Aysun Məmmədova imza atıb. 52 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz baş mükafata yiyələnib. Bütün rəqiblərini üstələyən Məmmədova Xorvatiyada himnimizi səsləndirib. Mədinə Hüseynova ilə Xədicə Abdullayeva da fəxri kürsüdə yer alıblar. Mədinə 40, Xədicə 44 kiloqramda turnirin 3-cüsü olub. Atıcılarımız Xorvatiyadan əliboş qayıtmayıblar. Osiyek şəhərində reallaşan güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycan millisi pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada fəxri kürsüdə yer alıb. Kişilərin trio komandası bürünc medala layiq görülüb. Azərbaycan Karate Federasiyasının idman karatesi üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Çində keçirilən Karate 1 Premier Liga turnirində 2 medal qazanıblar. Hanzhou şəhərində bayrağımızı Nuran Rızazadə ilə Fərid Ağayev ucaldıb. Nuran 67, Fərid 75 kiloqram çəki dərəcəsində bürünc mükafat əldə edib. Seçməmiz yarışda Azərbaycan Karate Federasiyasının idman karatesi üzrə baş məşqçisi Şahin Atamovun rəhbərliyi altında mübarizə aparıb. Macaristanda boks üzrə beynəlxalq turnir keçirilib. Debrecen şəhərində təşkil olunan yarışda Azərbaycan millisinin üzvləri də iştirak ediblər.
Təmsilçilərimiz vətənə 3 medalla qayıdıblar. Macaristanda boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisinin üzvləri Debrecen şəhərindən 3 mükafat gətiriblər. Medallardan biri qızıl, ikisi gümüşdür. 60 kiloqram çəki dərəcəsində ringə çıxan Məhəmməd Əli Qasımzadə rəqib tanımayıb. Bütün döyüşlərini qələbə ilə başa vuran təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tural Sarıyevlə Əli Abdullayev də finala dəy itkisiz irəliləsələr də həlledici görüşdə uduzublar. Nəticədə Tural 50, Əli 65 kiloqramda gümüş medalı boynundan asıb. Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Belçikanın Lomel şəhərində keçirilən açıq çempionatda qüvvələrini sınayıblar. Təmsilçilərimiz aktivlərinə 6 medal yazdırıblar. Bəhruz Quluzadə 54 kiloqramda yarışın qalibi olub. Yalnız finalda uduzan Qaşın Maqamedov 63 kiloqramda ikinci olub. Xıdır Məmmədov 54, Səyyad Dadaşov 58, Eltaj Qafarov 87, Səmərruh Osmanov isə 49 kiloqramda bürünc medal qazanıb. Türkiyənin Sparta şəhərinin Davraz Xizək mərkəzində keçirilən ölkə çempionatında Azərbaycanın xizək alpinistləri uğurla çıxış ediblər. Yarışın sprint növü üzrə 18 kateqoriyasında Nəbiyullah Qələbəqiyev birinci yeri tutub. Abel İsmixanov 16 kateqoriyasında birinci, Nurid Şəkərəliyev isə ikinci yerə çıxıb. 14 kateqoriyasında Elməddin Həsənov ikinci olub. Yarışın Mixed Relay növünün böyüklər kateqoriyasında Nəbiyullah ilə yanaşı Ramin Beybutov 9 komanda arasında birinci, 14 kateqoriyasında mübarizə aparan Elməddin Həsənov ikinci yerdə qərarlaşıb. İdmançılarımız beynəlxalq turnirlərlə yanaşı ölkə daxilində də qüvvələrini sınayıblar. Ağırlıq qaldırma üzrə U15 və yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda 200-ə yaxın atlet ağır yükün altına girib. Ağırlıq qaldırma üzrə U15 və yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. Ölkə birinciliyi üçün rekord sayda 200-ə yaxın idmançının mübarizə apardığı yarışda əvvəlcə qızlar ən güclüləri müəyyənləşdiriblər. İki hərəkətin yekununa əsasən Şəbnəm Həsənzadə, Zeynəb Bəkirli, Möminə Abdullayeva, Zeynəb Həsənova, Malikə Biçekuyeva, Gülnur Yusifova, Zəhra Qəmbərzadə, Aydan Rızayeva, Jalə Əbilova, Milena Hüseynli, Aytən Əliyeva, Əsmət Ələsgərova, Arzu Qədimova və Mələk Hüseynli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanlardan isə Məhəmməd Rüstəmli, Mirsalam Əliyev, Feyzullah Rüstəmov, Musab Məmməd Tağıyev, Rəhman Mərdəliyev, Murad Həsənli, Hikmət Məhərrəmov, Lətif Əliyev, Kamran Xapbayev və Əbdülhüseyn Hüseynov ölkə birincisi olub. Yarışın keçirilməsində əsas məqsəd müvafiq yaş qruplarında milli komandaların heyətini formalaşdırmaqdır. Avar çəkmə üzrə Azərbaycan birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avar çəkmə Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan yarışın qalibləri Mingəçevirdə müəyyənləşiblər. Bir qədər sonra 2 nəfərlik qayaq qayığında 200 metr məsələ İsmail Ağayev, Vladislav Barabyanski... Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avar çəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Avar çəkmə üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışın rəsmi açılış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kanoe və Avar çəkmə Federasiyasının, eləcə də yerli idman idarələrinin nümayəndələri iştirak ediblər. Açılış mərasimindən sonra yarışa start verilib. İlk gündə idmançılar akademik, kayak və kanoe növlərində 500, 1000 və 1500 metr məsafədə 16 dəst medal uğrunda mübarizə aparıblar. İkinci gündə iştirakçılar akademik, kayak və kanoe növlərində 200, 500 və 1500 metr məsafədə 10 dəst medal uğrunda qüvvələrini sınayıblar. İlk dəfə olaraq bu Azərbaycan birinciliyində avar çəkənlər 4 nəfərlik kayak qayığında yarışıblar. Birinciliyin mükafatçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən Prezident Kuboku 2025 beynəlxalq reqatasına qatılacaq komandanın heyətinə cəlb olunacaqlar.
Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilib. Yarışın rəsmi açılış mərasimi və ilk turun oyunları keçirilib. Binə Atçılıq Mərkəzində Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilib. Tədbirdə Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Gənclər və İdman naziri Fərid Qayıbov və Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov iştirak edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə rəng qatıblar. Yeni mövsümün ilk turunda sərhədçi komandası Buta Golden üzərində 3-0 hesablı qələbə qazanıb. Günün ikinci qarşılaşmasında Polad və Elit komandaları üzə gəliblər. Oyun qolsuz bərabərliyi ilə başa çatıb. Sonuncu görüşdə isə Omar kollektivi liqaya yeni qatılan Xəzər komandası üzərində 5-1 hesabı ilə inamlı qələbə qazanıb. Turun ikinci oyun günündə Şirvan komandası Atilla kollektivini 8-1 hesabı ilə məğlub edib. Embavut Qarabağ üzərində 7 xal fərqlə qələbə qazanıb. Zəfər isə Ağstafa Dilbazı 10 xal fərqi ilə üstələyib. Qeyd edək ki, Peşəkar Çövkən Liqasında növbəti turun oyunları martın 18-i və 19-unda keçiriləcək. Yarış 2025-ci il noyabrın 26-sına dək davam edəcək. Mini futbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib. Baş mükafat uğrunda birbaşa Bakı və Zirə komandaları münasibətləri aydınlaşdırıblar. Mini futbol üzrə Azərbaycan çempionu bəlli olub. Başlayır. Hər iki komanda uğurlar arzulayır. Finalda Zirə və birbaşa Bakı komandaları qarşılaşıb. Oyunun birinci hissəsində hesab açılmayıb. Fasilədən sonra birbaşa Bakı 2 qol vurub. Bakı Tenis Akademiyasında keçirilən görüş son çempionun 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Tenizada 2-0 oynasa büdyetim Bakı çempiyondur. Birbaşa Bakı. Üçüncü yer uğrunda oyunda Aznur və Galaksi komandaları üz-üzə gəlib. Qalibin adı penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Aznur kollektivi bürünc medallara sahib çıxıb. Xatırladaq ki, ötən mövsümdə birbaşa Bakı ölkə çempion olmuşdu. Həlledici qarşılaşmaların ardınca mükafatlandırma mərasimi reallaşıb. Qaliblərə medalları Gənclər və İdman naziri Fərid Qayıbov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, qurumun baş katibi Cahangir Fərəcullayev, Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov, Zirə futbol komandasının baş məşqçisi Rəşad Sadıqov və digər rəsmi şəxslər təqdim ediblər. Yeri gəlmişkən, Bakıda keçiriləcək mini futbol üzrə dünya çempionatının püşkatma mərasimi təşkil olunub. Püşkü çıxaranlar arasında Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov, millimizin keçmiş kapitanı Rəşad Sadıqov, mini futbol üzrə Azərbaycan millisinin sabiq kapitanı Seymur Məmmədov, eləcə də ölkəmizə xüsusi olaraq dəvət olunan ulduz futbolçu Luis Nani də var idi. Püşkü nəticələrinə əsasən milli komandamız E qrupunda mübarizə aparacaq. Seçməmiz burada Mavritaniya, Sloveniya və Bəhreyn kollektivləri ilə üz-üzə gələcək. Mayın 21-də Milli Gimnastika Arenasında start götürəcək mini futbol üzrə dünya çempionatı iyunun 1-də yekunlaşacaq. Ağdaş və Kürdəmir Olimpiya İdman komplekslərinin nəzdində yeni cüdo zalı fəaliyyətə başlayıb. Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara uyğun qurulan bu zallar yüksək keyfiyyətli tatamilər və digər zəruri avadanlıqlarla təchiz edilib. Açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Federasiya prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət milli komandanın böyük məşqçisi Elxan Məmmədov, Ağdaş rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Kürdəmir rayon icra hakimiyyətinin nümayəndələri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və digər rəsmilər də iştirak ediblər. Azərbaycan İdman Akademiyasında rebranding işləri başa çatıb.
Akademiyanın loqosu dəyişdirilib və artıq yeni loqo ictimaiyyətə təqdim edilib. Azərbaycan İdman Akademiyasında rebrendinq işləri başa çatıb. Akademiyanın loqosu dəyişdirilib. Yeni loqo ictimaiyyətə xüsusi mərasimlə təqdim edildi. Mərasimdə Gənclər və İdman naziri Fərid Qayıbov, Akademiyanın rəhbər şəxsləri, rektor Fuad Hacıyev, prorektorlar, İdman cəmiyyətinin nümayəndələri və tələbələr iştirak etdilər. Yeni loqo müasir standartlara uyğun dizayn edilib. Dizayn qrupunun rəhbəri Şamil Ramazanov istifadə edilən elementlərdə qaçış zolağından ilhamlandıqlarını vurğuladı. Tədbirdə çıxış edən Fuad Hacıyev Akademiyanın nüfuzunun ildən ilə artdığını bildirdi. May ayında Nazirlər Kabinetinin qərarı ilə publik hüquqi şəxs olduq. Publik hüquqi şəxs olarkən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası adı Azərbaycan İdman Akademiyasına çevrildi. Və təqdimatda da az öncə dediyim kimi bu həm indiyə qədər gördüyümüz işlərin daha çox beynəlmiləşməsi, həm beynəlxalq standartlara uyğunlaşması, həm də idman təhsili sahəsində gedən reformalarla əlaqəlidir. Yəni bədən tərbiyə kəlməsi öz əhəmiyyətini itirməyib. Sadəcə bu kəlmə daha ənənəvi kəlmə olduğu üçün, həm də bütün idman təhsilini, bütün idman sferasını əhatə etmədiyi üçün biz adımızın dəyişikliyinə də lüzum gördük. Qeyd edək ki, Akademiyanın adından bədən tərbiyəsi sözü çıxarılaraq Azərbaycan İdman Akademiyası olaraq adlandırılıb. Buna səbəbi isə ali təhsil müəssisəsinin işi təkcə bədən tərbiyəsi ilə yekunlaşmamasıdır. Belə ki, idman təhsili dedikdə idarə etmə, kommunikasiya, məşqçilik kimi sahələr də nəzərdə tutulur. Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. Azərbaycan İdman Akademiyasında təşkil olunan turnirdə 39-u kişi, 15-i qadın olmaqla ümumilikdə 54 əməkdaş iştirak edib. Qadınlar arasında Sevda Əzizova birinci yerə çıxıb, Gülnarə Kərimova ikinci, Pərvanə Babayeva üçüncü olub. Kişilər arasında isə Rövşən Aslanov baş mükafata yələnib, Ayaz Bağırov gümüş, Fərid Kərimov bürünc medala layiq görülüb. Gənclər və İdman Nazirliyinin Sağlam Həyat layihəsi davam edir. Layihə çərçivəsində Sağlam Həyat səyyar avtomobili ötən həftə Xəzər rayonunda olub. Əvvəlcə Şağan Olimpiya İdman kompleksində, ardınca Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev parkında tədbir təşkil olunub. Bundan sonra isə avtomobil Şüvalan qəsəbəsinə yola düşüb. Layihə çərçivəsində 100-dən çox iştirakçı sağlam həyat tərzini təşviq edən müxtəlif idman növlərində qüvvəsini sınayıb. Mənim bu həftəlik çatdıracaqlarım bu qədər. Növbəti həftədə idman aləmində baş verən hadisələr, qazanılan uğurlarla yenidən təkbətək qalmaq ümidi ilə salamat qalın. Sizinlə mən idim. Gəray Qiyasov.